Sabahınız xeyirli olsun. Dəqiqələr sonra məhkəmə prosesi başlayacaq. Artıq tərəflər həm ittiham tərəfi, həm də müdafiə tərəfi prosesin keçirildiyi Bakı Məhkəmə kompleksinin inzibati binasına daxil olurlar. Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər birinə dövlət hesabına 2 müdafiəçi ayrılıb. Məhkəmə prosesində onların hüquqlarını həmin müdafiəçilər, vəkillər müdafiə edirlər. Eyni zamanda bu iş üzrə yarım milyondan çox zərər çəkmiş və zərər çəkmişin hüquqi varisi keçir ki, onların da hüquqlarını məhkəmə prosesində çoxsaylı nümayəndələri müdafiə edirlər. Qeyd edək ki, həmin zərər çəkmişlər və zərər çəkmişlərin hüquqi varisləri həm istintaq dövründə çoxsaylı ifadələr veriblər, eyni zamanda birinci instansiya məhkəmə prosesində yaxından iştirak ediblər, ifadələrini də veriblər. Bu məhkəmə iclasında isə özlərinin istəklərinə uyğun olaraq iştirak etmirlər, hüquqlarını isə nümayəndələri müdafiə edirlər. Hazırki mərhələdə dövlət ittihamını müdafiə edən prokurorların çıxışları davam etdirilməlidir. Bugünkü iclasında həmin çıxışlarla davam etdiriləcəyi gözlənilir. Qeyd edək ki, təqsirləndirilən şəxslərdən 5 nəfəri birinci instansiya məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan 5 nəfəri məhrum olunub. Digərləri isə 16 ildən 20 ilədək müddətə azadlıqdan məhrum olunub. Onlar birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini və barələrində bəraət verici hökmün çıxarılmasını məhkəmədən xahiş edirlər. Zərər çəkmişlər və zərər çəkmişlərin hüquqi varislərinin nümayəndələri isə həmin qərarın ədalətli olduğunu və dəyişdirilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə prosesi açıq keçirilir, media nümayəndələri də yaxından izləyirlər və biz irəliləyən saatlarda digər məlumatları, yəni iclasın gedişatı ilə bağlı məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.